Salam, dəyərli yoldaşlar. Bugünkü mövzumuz ölkə əhalisinin, ümumiyyətlə əhali məsələlərinin izahları, əhali məsələlərinin formaları bax bunlarla bağlıdır. Deməli, məsələn, birinci əhali məsələsində deyir ki, ölkə əhalisinin sayı 2013-cü ildə 8,5 milyon nəfər olub. 2013-cü ildə 8,5 milyon nəfər olub. 2017-ci ildə isə 9,3 milyon nəfər olmuşdur. Bu artımın 300 min nəfəri təbii artım olur və mexaniki artımı hesablanır. Bəs 300 min təbii artımsa mexaniki artım nə qədər olacaq? Deməli, 4 il ərzində, yəni 2013-dən 17-yə qədər biz görək nə qədər belə deyək də əhali artıb. Yəni 9,3 milyondan biz çıxacağıq 9,3 milyondan çıxacağıq 8,5-i və tapacağıq 0,8 milyon. Bu da 0,8 milyon, yəni 800 min nəfər təbii artım olub. İndi bu təbii artımı, yəni ümumiyyətlə artım olub, təbii artım yox. Təbii artımın 800 mindir, düzdürmü ümumilikdə 4 il ərzində. Və deyir, bunun 300 mini təbii artım hesabına olub. Qalan nə qədər olacaq? 800 mindən də çıxacaqsa neçəni? 300 mini olacaq. Nə qədər? Olacaq 500 min nəfər. Burada da qeyd olunub. Düzgün variantımız B variantı. Növbəti test tapşırığında deyir ki, ölkə əhalisinin sayı 20 milyon nəfərdir. Yəni ümumi əhali 20 milyon nəfərdir. Onlardan deyir 7 milyonu 16 yaşa qədər olandır. Yəni ölkənin əhalisi 20 milyondur. Onlardan 7 milyon 16 yaşa qədər, 4 milyon təqaüdçü, 1,8 milyon işsizdir. İşsizliyin dir səviyyəsini müəyyən edin. İndi biz burada əmək qabiliyyəti olan əhalini tapmalıyıq və onun içində işsizlərin səviyyəsini müəyyən etməliyik. Bizə də işsizləri verir 1,8 milyon. İndi əmək qabiliyyəti necə tapacağıq? 20 milyondan birinci 7 milyonu çıxdıq, qaldı 13 milyon. Sonra 4 milyon təqaüdçü də bunlar işləməyəndir, yəni əmək qabiliyyətinə malik olmayanlardır. Təqaüdçülərdir. 16 yaşa qədər 7 milyondur, təqaüdçülər 4 milyondur. Elədi deməli 11 milyon, 11 milyonda deməli belə deyək də 20 milyondan da 11 milyon çıxanda, 20 milyondan da 11 milyon çıxanda qalır 9 milyon. Yəni biz bu qeyd olunan 16 yaşa qədər, yəni işləməyənlər də, iş görməyən təqaüdçülər, bunları çıxandan sonra yerdə qalır əmək ehtiyatları. Əmək ehtiyatları da qaldı 9 milyon. Bu 9 milyon indi əmək qabiliyyətidir, yəni əmək ehtiyatıdır. Onun 1,8 milyonu nədir? İşsizdir. Deməli 9 milyon 100-dürsə, 1,8 milyon isə olacaq x%. Bunun da faizin, yəni səviyyəsini tapanda çarpaz şəklində vuranda x-ə bərabər eləyir 20%. Cavab Y variantı. Sonra növbəti test tapşırığına baxaq. Növbəti test tapşırığında deyir ki, ölkədə işsizlik 25%-dir. İqtisadi cəhətdən fəal əhali isə 36 milyon nəfərdir. Ölkədə əmək qabiliyyəti əhalinin sayını tapın. İndi diqqətlə qulaq asın. Bax, burada əmək qabiliyyəti ümumilikdə həm dedik ki, əmək qabiliyyəti ümumilikdə işsizlərlə, bir də işləyən əhalinin, yəni fəal əhalinin belə deyək cəmidir. İndi burada ölkədə işsizlik 25%-dirsə, deməli işləyən əhali nə qədər olacaq? Olacaq təbii ki 75%. Yəni fəal əhali 75%-dir. Burada da bizə deyir fəal əhalinin sayı 36 milyondur. Yəni hansı ədədin 75%-i 36 milyondur? Bax biz onu tapacağıq. Yəni əmək qabiliyyətinin bu formada tapılacaq, sadə formada. Yəni 75% 36 milyon olan ədəd 100%-i olacaq x. Yəni belə tapırsan tənasübdən. Onu da hesablayanda x-ə bərabərdir. Eləyəcək nə qədər? 48 milyon. Yəni 48 milyon nə var? Ümumi ehtiyat var. Yenə deyirəm, bax görürsən burada işsizlik 25-dirsə, deməli 100 əmək qabiliyyəti ümumilikdə 100%-dir də tamdır. Onun 25% işsizdirsə, qalanı fəal işləyən əhalidir, fəal əhalidir. Burada da fəal əhalinin sayını göstərib ki, 36 milyondur. İndi 36 milyonu 75% olan ədədi tapırsan. Yəni həmin ədəd 75% 36 milyon eləsin. Cavab C variantı düzgün variantdır. Sonra növbəti test tapşırığında deyir ki, bu da eynidir. Buna baxaq. Yaponiya ərazisində 378 min kvadrat
kilometr, əhalisinin sayı isə ərazisi budur. Sayısı 127 milyon nəfər. Əhalinin sıxlığı. Əhalinin sıxlığı sadə bir düsturla hesablanır. Yəni sıxlıq bərabərdir əhali sayı bölünsün ərazinin sahəsinə. Əraziyə, yəni sahəyə kvadrata bölünsün. İndi burada da 120 deməli 7 milyonu böləcəyik biz 378 min kvadrat kilometrə. O da bərabər eləyəcək, o da bərabərdir sıxlıq 335,9 nəfərə. Yəni bu sadə bir düsturdur. Bunu bu formada yaza bilərsiniz. Cavab variantımız D variantı. Sonra növbəti test tapşırığına baxaq. ABŞ-ın əhalisi 320 min nəfərdir, urbanizasiya səviyyəsi 83-dür. Kənddə. Urbanizasiya səviyyəsi uşaqlar deyəndə bilin ki, şəhərdə yaşayanların sayı faizidir bu. İndi burada bizlər deyirik ki, urbanizasiya şəhərdə yaşayış məskənidir, axı şəhər ərazisidir, şəhərdə yaşayışdır bu təbii ki. Deməli, ABŞ-da ümumi 322 milyon nəfər əhalidir. Onun 83% deməli şəhərdə yaşayır. Yerdə nə qalır cəmi? Cəmi burada 17% deməli kənddə yaşayır. Deməli 322 milyonun neçə faizini tapacaqsan? 17%-ni tapacaqsan və hesablayacaqsan. Niyə hesabladıq? Nətər hesabladıq? Deməli ümumi əhalidən biz şəhər əhalisinin sayını burada bizə belə deyək də faizlə verib ki, yəni bu qədər 83% şəhər əhalisi var. Bu yerdə qalan nə qədər? 17% də deməli nə olacaq? Həmin 17% də həmin o dediyim, qeyd elədiyim kənd əhalisidir. Bunu da buna vuranda bərabər eləyəcək nə qədər? Deməli 54,74 milyon nəfər. Yəni bu da olacaq 74 milyon nəfər. Yəni bunu belə hesablayıb tapa bilərsiniz. Sonra növbəti sual deyir. Rusiyada dəmir yolunun uzunluğu 87 min kvadrat kilometr. Ərazisi isə 17,1 milyon kvadratdır. Yolların uzunluğu üzr istəyirəm 87 min kilometrdir. Ərazisi də bu qədərdir. Deyir ki, 1000 kvadrat kilometrə düşən dəmir yollarının sıxlığını tapın. İndi biz bilirik ki, 87 min kvadrat kilometr 17,1 milyon içərisindədir yolların uzunluğu. Dəmir yollarının uzunluğu. İndi və yaxşı hər belə deyək də 17,1 milyon kvadrat kilometrə əgər 87 min kilometr yol düşürsə, bəs 1000 kvadrat kilometrə nə qədər düşəcək? Bax, bunu hesablayacağıq. Çünki o özləri də deyir ki, 1000 şərtdə də deyir ki, 1000 kvadrat kilometrə nə qədər yol düşür? Bunu tənasüb quracağıq. Bunun da tənasübü də bərabər olacaq 5,1-ə. Cavab B variantı. Yəni bu tipli suallarda bunu edin. Görürsüz, ümumi yolun uzunluğu bu sahədə bu qədərdir. İndi bu deyir bax bu 1000 kvadrat kilometrdə nə qədər olacaq? 1000-i qoy sahənin altından, ondan sonra burada yolun uzunluğunu soruşur. Bu məhsuldur, bilmirik. Bunu çarpaz şəklində vurub tapırsan. Sonra ölkə əhalisi 8 milyon nəfər. Bir ildə doğulanların sayı isə 120 min, ölənlərin sayısı 80 min nəfərdir. Hər 1000 nəfər əhalinin düşən təbii artımını tapın. Deməli 8 milyonun içərisində təbii artım ilk olaraq deyək, doğulanlarla ölənlər arasında fərqdir. Doğulan 120 mindir, ölən 80 min. Deməli burada nə qədər olub? 40 min artım olub bir ildə. Bu artım təbii ki 8 milyonun içərisində olub. 8 milyonda bir il ərzində 40 min nə olub? Təbii artım olub. 8 milyonda bir il ərzində 40 min artım olub. 40 min. İndi burada da deyir, bəs 1000 nəfərdən yenə də 1000 nəfərdə hesablayırsan, tapırsan. Yəni bu formada 1000-i tənasüb qurursan. Yəni 8 milyonda 40 mindirsə, 1000-də x-dir. Bunu da çarpacı vuranda x-də bərabər eləyəcək nə qədər olacaq? 5 nəfər. 5 nəfər bu arada onu da deyim ki, bu birinci tip ölkəyə aid. Çünki 12-dən aşağıdır təbii artımı. Ölkə əhalisinin sayı 40 milyon nəfərdir. Əmək ehtiyatlarının qabiliyyətinin əhalinin sayı 60%-dir. Yəni 40 milyonun 60%-i əmək qabiliyyətli əhalidir. Əmək qabiliyyətli əhalinin 40%-i işsizdir. İndi bir də baxaq, deməli 40 milyonun 60%-i elədi 24 milyon. Deməli 24 milyon 40 milyon əhalisində bir ölkə içərisində ümumi 40 milyondur. Onun 24 milyonu işləmə qabiliyyəti olan əmək qabiliyyətli insanlardır. Onların da 24 milyonunda 40%-i işsizdir.
Düzdürmü? İndi bizə deyir fəal əhalini tapın. İndi də biz bu 40% hesablamayaq da. Bizə fəal əhalini deyirsə, biz bilirik ki, 24 milyonun 40% işsiz onsuz. Bizə fəal əhali deyirsə, yerdə 100-dən 40 çıxanda nə qalır? 60%. Deməli 60% də işləyən əhali tutacaqdır. Bunun ilə promoy 60%-ni taparam. O da eləyəcək nə qədər? O da eləyəcək 14,4 belə deyək, milyon nəfər. Cavab A variantı. Yəni biz bir də yəni vaxta da qənaət edirdik. Bir var 40% tapasan, sonra bu 24-dən çıxasan, elə bunu 100-dən çıx 40%, qalsın 60%. 60%-i də elə 24 milyonun 60%-ni tap, fəal əhalinin belə deyək də, birbaşa cavabını al da, belə deyək. Burada oldu cavab A variantı. Deməli, növbəti suala baxaq. 2015-ci ildə ölkə əhalisinin sayı bu qədər olub. Deməli, 2016-cı ildə isə əhalinin sayı bu qədər olub. Bir artan əhalinin 12,9 min nəfəri miqrasiyası əhalinin təbii artımını tapın. Deməli, bundan bu birinci 2016-da olan bu rəqəmdən bunu çıxacağıq. Yerdə qalacaq 33,3 min nəfər. 33,3 min nəfər. İndi onun da 12,9-u miqrasiya hesabınadır. Təbii artım nə qədər olacaq? Bunun da 33,3-dən də çıxanda 12,9 qalacaq 20,4 min nəfər. Cavab Y variantı. Baxaq sonuncu sual. Deyir, əhalinin ümumi sayı 67 milyon nəfər, əmək ehtiyatları isə 58 milyon nəfərdir. İqtisadi cəhətdən fəal əhali əmək ehtiyatlarının deməli 90% təşkil edirsə, demoqrafik yükü tapın. İlk olaraq demoqrafik yük nədir? Onu deyim. Demoqrafik yük əmək qabiliyyəti olmayan əhalinin iqtisadi fəal əhaliyə olan nisbətidir. Ümumiyyətlə əmək qabiliyyəti olmayan əhalini tapaq. Deməli 67 milyon nəfərdən 58 milyon nəfəri əmək ehtiyatı. Deməli burada 9 milyon nəfər əmək qabiliyyəti olmayan əhalidir. Bunu tapdıq. İndi iqtisadi cəhətdən fəal əhalini tapmalıyıq da. Bu da əmək ehtiyatda 58 milyondur. Burada deyir ki, iqtisadi cəhətdən fəal əhali onun 90%-ni təşkil edir. Yəni 58 milyonun 90%-ni tapırsan, qalır 52 milyon 200 min nəfər. İndi bu 52 milyon 200 min nəfər oldu iqtisadi cəhətdən fəal əhali. 9 milyon isə belə deyək, əmək qabiliyyəti olmayan əhalidir. İndi bunun buna nisbətini belə tapırıq. 52 milyon 200 min 100-dürsə, 9 milyon isə olur x. Bu da çarpaz şəkildə bir-birinə vurulur. Bu da bərabər eləyir, x də bərabərdir 17%. Cavab C variantı.